Salam mənim əzizlərim. Bugün sizlərlə şortslarda paylaşdığım həmin o petenyonu hazırlayacağıq. Siz bu arada videoyu bəyənməyi və abunə düyməsinə basmağı unutmayın. Elə isə biz keçid alırıq petenyalarımızın hazırlanmasına. İlk öncəliklə bizə lazımdır 3 yemək qaşığı qatıq. Qatığı bir qaba əlavə edirik. Daha sonra 1/4 çay qaşığı soda əlavə edirik. Sodanı əlavə etdikdən sonra görəcəksiniz ki, qatığımız yavaş-yavaş köpürməyə, şişməyə başlayır. Mən indi çırpıcı vasitəsilə qatığı tam şəkildə açacağım. Çünki içində düyürcüklərinin qalmasını istəmirəm. Mən indi qaşığı kənara qoyub, birazca da bunu çırpıcı vasitəsilə açacağım. Çünki qatıq nə qədər hamar olsa, bizim petenyamızın xəmiri də o qədər hamar olacaq. Gördüyünüz kimi, mən indi üzərinə əlavə edirəm 3 yumurtanı. Və bu da bizim 3-cü yumurtamızı. 3-cü yumurtanı da əlavə etdikdən sonra mən yenə bunu qatıqla çalmağa başlayıram. Gördüyünüz kimi belə bir qarışımdır hələ ki. İndi mən bunun üzərinə 1 stəkan şəkər tozu əlavə edəcəm. Əgər siz petenyanı daha şirin xoşlarsınızsa, üzərinə yarım stəkan da şəkər tozu əlavə edə bilərsiniz. Bu sizin zövqünüzdən asılıdır. Mən amma 1 stəkan əlavə etdim. Şəkər tozunu da həll etdikdən sonra bu qarışımın içərisində yarım stəkan duru yağ əlavə etdim mən buna. Onu da tam şəkildə həll etdikdən sonra bu qarışımın içərisində gördüyünüz kimi eyni kütlə şəklində olacaq indi. Və üzərinə ilk öncə 1 stəkan un əlavə edirəm və yarım çay qaşığı qabartma tozu əlavə edirəm. Və bunları çırpıcı vasitəsilə yaxşı bir-birinə qarışdırıram. Siz də mənim kimi az-az əlavə edin unu. Çünki siz birdən bura 5 stəkan unu əlavə etməyiniz məsləhət deyil. Çünki ola bilər ki, sizin yumurtanızın boyundan asılı olaraq xəmiriniz və yaxud ola bilər 4 stəkan unu apara bilər və yaxud 5 və yaxud 6 stəkan. Ona görə gördüyünüz kimi mən də unu 1 stəkan əlavə edirəm. Və həm bu prosesi belə etdikdə sizin xəmiriniz həm havalı, həm də daha gözəl alınacaq. Artıq 2-ci stəkanı da əlavə etmişəm mən. Prosesi hal-hazırda çırpıcı vasitəsilə edirəm. Amma gördünüz ki, biraz qatılaşdı xəmiriniz və siz çırpıcı vasitəsilə rahat deyil. Əliniz vasitəsilə də edə bilərsiniz və mən də artıq keçid alıram əlimlə etməyə. Çünki ki, çırpıcı vasitəsilə biraz çətin olur xəmir bərkidiyinə görə. Budur, belə yumuşaq xəmirimiz alınır. Mən hələ bunun üzərinə yenə un əlavə edəcəyim. Mən tam-tamına olaraq 5 stəkan un istifadə etdim. Və yenə deyirəm, ola bilər ki, sizdə bu biraz az və yaxud biraz çox da ola bilər. Baxın, mən hər tərəfli yoğururam xəmiri ki, tam yumuşaq, ələ yapışmayan, çox gözəl xəmir alınır. Mən indi sizə göstərəcəm xəmirimiz necə olacaq. Baxın, bizim xəmirimiz belə alındı. Siz də mütləq baxın, belə olsun, bərk olsa xəmiriniz, petenyanız da bərk olacaq, yumuşaq da olsa və istədiyiniz formanı verə bilməyəcəksiniz. Və sıra gəldi formanı verməyə. Mən əlimdə balaca yumrular hazırlayıram. Onların içərisinə şokolad əlavə edirəm. Bu sizin zövqünüzdən asılı olaraq siz istəsəz bura cem, tvarog və yaxud da başqa meyvələr də əlavə edə bilərsiniz. Mən şokolad seçdim. Mənim seçimim bu səfər şokolad oldu. Gördüyünüz kimi belə yumrular etdim. Və indi 180 dərəcədə konveksiya rejimində pişməyə qoyacağım. Əgər siz görsəniz ki, petenyanızın altı qızarıbdır, deməli sizin petenyalarınız tam hazırdır. Və budur, bizim petenyalarımız pişdi və gəldi.
Mən indi bunu bölüb sizə iç hissəsində göstərəcəm. Baxın, belə bir yumuşaq, içi də tam şəkildə pişmiş peçenyelarımız oldu. İndidən pişirməyəcək olan hər bir kəsə nuş olsun.